Şəkildə verilənlərə görə BDA ilə BAD-nin fərqini tapın. BDA ilə, bura bir alfa deyək, BAD-nin, yəni bu betanın fərqi lazımdır bizə. İlk öncə BDC üçbucağına görə daxili bucaqların cəmi 180 dərəcə eləyir bütün üçbucaqlarda və biz buradan x tapaq. Yəni x üstəgəlinsin 2x üstəgəlinsin 30 dərəcə bərabərdir 180. 3x bərabərdir 150 dərəcə. Yəni 180-dən 30-u çıxırıq və x də bərabərdir 50 dərəcə. Əgər x 50 dərəcədirsə, deməli 2x də 100 dərəcədir. 100-ün qonşusu olacaq 80 dərəcə. Həmçinin bu bucaqda 50 dərəcədirsə 50, 80, 130, 130 deməli burada da olmalıdır 50 dərəcə. Çünki yenə cəmi bucaqlar 180 verməlidir. Və bizdən BDA ilə onu alfa ilə işarə etmişdik. BAD-ni də beta ilə işarə etmişdik. 80 dərəcə ilə 50 dərəcənin fərqi 30 dərəcə alınır.